Değerli qrup üzvləri, bugün mən sizlər üçün yeni bir mövzu izah edəcəm. Deməli, mövzumuz sinxron və asinxron tədris olacaq. Bugün deməli, sinxron və asinxron tədris nədir, onların fərqi nədir, hibrid dərs nədir, bunların müqayisəli təhlilini edəcəyik. Deməli, bildiyimiz kimi, həm ənənəvi, həm onlayn dərslər sinxron və asinxron qaydada ola bilər. Ümumiyyətlə, sinxron dərs nədir? Deməli, sinxron dərslər müəllim və şagirdlər arasında canlı ünsiyyətdir. Yəni, bu əyani də ola bilər, onlayn da ola bilər. Yəni müəllim və şagirdlər informasiyanı, təcrübəni bir-biri ilə bölüşə bilirlər, bir-biri ilə paylaşa bilirlər, bir-birilərinə soruşa bilirlər. Bu sinxrondur. Yəni həmin anda mövcuddur və yaranan sual olduqda, hansısa bir mövzu ilə bağlı çətinliklə qarşılaşdıqda operativ şəkildə əks əlaqə yaratmaq olur. Yəni müəllimdən soruşmaq olur ki, mən bunu başa düşmədim. Yəni bunu mən anlamadım. Məsəl üçün bu dəqiqə mikrofonu açıb məndən soruşa bilərsiniz. Canlı gedir hal-hazırda. Yəni bu sinxrondur. Dərslər əvvəlcədən hazırlanmış, plan əsasında ardıcıl olur, sistemli olur. Yəni hamı bilir ki, tutaq ki 20-30-da dərs olacaq, 21:00-da dərs olacaq. Yəni canlı-canlı. Kim qoşuldu. Baxın, bu artıq əvvəlcədən hazırlanan plan əsasında baş verir. Bu sinxron dərslər şagirdlərdə bir-biri ilə ünsiyyət qurmaq, sosiallaşmaq, əməkdaşlıq etmək, komanda ilə işləmək, yəni bu kimi bacarıqları formalaşdıra bilir. Deməli, əzizlərim, yəni burada bütün iştirakçılar eyni anda dərsə qoşula bilirlər, qarşılıqlı ünsiyyət qura bilirlər. Yəni, sinxron tədrisdə canlı dərslər olur, onlayn da ola bilir. Yəni, müəllim və şagirdlər sinifdə müzakirə aparır, sual-cavab edir, qrup işi aparır, sinif otağında olan, yəni, bu canlı dərsdir, sinxronun canlısıdır. Yəni, əyani olaraq müəllim və şagird dərs keçir sinif otağında, yəni bu sinxronun canlı olaraqdır. Bir də var ki, sinxronun onlayn olanı. Məsələn, hal-hazırda biz sinxronun onlayn olanındayıq. Yəni, müxtəlif elektron formatlarda ola bilər, Teams üzərindən ola bilər, Google Meet üzərindən, Zoom üzərindən ola bilər. Yəni, Google Meet-dən dərslərik biz hal-hazırda. Deməli, müxtəlif proqramlarda, platformalarda keçirilə bilər. Deməli, baxın, burada əsas nədir? Real vaxt o deməkdir ki, hər kəs eyni anda dərsə qoşulur, eyni anda deməli, dərs mühitində olur. Yəni, kimsə istəyirsə, müəllimlə ünsiyyət qura bilir, necə ki, əyanidə, canlıda, həyatda olduğu kimi. Yəni, onlayn dərsdə də yəni, sual verə bilir. Məsəl üçün, riyaziyyat dərslərində görürsünüz, məsəl üçün, ola bilir ki, bütün dərsləri təşkil edilə bilər, müəllimdən hər nə istəsən soruşa bilər. Deməli, bu sinxronun onlayn ola bilir. Burada vebinarlar, seminarlar da təşkil edilə bilir, onlayn mühazirələr, müzakirələr, görüşlər. Yəni, burada əsas məqsəd budur ki, müəllim və şagirdlər eyni anda iştirak edə bilsinlər. Amma bir də var ki, asinxron. Bəs görək, asinxron nədir? Deməli, şagirdlər öyrənmə prosesini özlərinə uyğun edirlər. Bəli, sosiallaşma da olur əlbəttə ki. Baxın, sosiallaşma olur. Amma asinxronda isə şagirdlər öz vaxtlarına uyğun edirlər. Deməli, asinxronda bilir ki, dərs buradadır, videodur. Nə vaxt istəsə açıb baxacaq. Yəni, onun üçün asinxrondur. Yəni, burada şagird özü üçün refleksiya imkanı qazanır. Təkrar bir də baxa bilir, bir də görə bilir. Burada deməli, əsasən şəxsi məsuliyyət hissi daha güclü olur. Hər kəs özü üçün də istənilən vaxtda qoşulur, istənilən vaxtda girib orada məlumatı götürür, asinxron. Yəni, biri var ki, deyək ki, vay, saat 21-də dərs var idi, mən ona qoşula bilmədim. Tutaq ki, onlayn idi, sinxron onlayn qoşula bilmədim, ötdü keçdi. Bəzən deyirlər, müəllim, biz dərsi canlı-canlı görəndə daha yaxşı başa düşürük, canlı-canlı eşidəndə yaxşı başa düşürük. İnsan var ki, ona sinxron yaxşı çatır, onlayn olsa bilə, həmən anda qulaq asır müəllimə, onun üçün rahat olur. Amma asinxron biraz tənbəllik var da, yəni insanlara deyir, orada durub da, nə vaxt olsa girib baxacaq. Deməli, ona görə asinxron tədris o zaman olur ki, tədris iştirakçıları eyni anda, eyni məkanda baş vermir. Yəni, müəllim dərs materiallarını paylaşır, şagirdlər də özlərinə uyğun vaxtda izləyirlər. Məsələn, video çəkir, atır qrupa,
Hal-hazırda məsəl üçün bəzən təlimlərdə də olur, qruplara atırlar təlimçilər. Hər kəs istifadə edə bilir. Məsəl üçün, bəzi insanlar üçün bu cür keyfiyyətli olmaya bilər. Yəni, ona görə bəzi insanlar əyani, yəni canlı olaraq baxmaq istəyirlər də. O açıb nəsə deyə bilmir, danışa bilmir. Onun üçün o qədər əlverişli olmur. Yəni ona görə də asenxron tədris öncədən hazırlanmış mühazirələr, öncədən olan çarxlar, yəni materiallar qoyulur, göndərilir. Yəni şagirdlər də ona uyğun vaxtda girir, özünə uyğun vaxtda hansı vaxt ona uyğundursa, rəqəmsal platformalar üzərindən girir, deməli, layihə işlərini hazırlayırlar, göndərirlər. Deməli, baxın, burada əsas nədir? Konkret dərs saatına bağlılıq yoxdur ki, saat 20-də dərs var, ayama, mən buna qoşulmalıyam. Deməli, biz sinxronla asenxronu müqayisə etsək, iştirakçılar arasında canlı ünsiyyət var, harda var? Sinxronda var. Öyrənmə prosesi şagirdlərin özünə uyğundur, asenxronda. Amma sinxronda isə canlı ünsiyyət var, sosiallaşma var. Deməli, şəxsi məsuliyyət hardadır? Asenxronda. Sosiallaşma, əməkdaşlıq etmək, çətinliklərə aid sual vermək, müəllimlə ünsiyyət qurmaq, operativ əks əlaqə qurmaq, bunların hamısı sinxronda baş verir. Deməli, əzizlərim, bir də var ki, hibrid dərslər. Deməli, hibrid dərslər isə yəni dərsin bir hissəsini canlı edirsən, bir hissəsini isə sinxron, asenxron edirsən. Yəni, deməli, burada necədir? Burada həmçinin sinxron, asenxrondan da istifadə olunur, onlayn şəkildə, yəni canlı şəkildə də ola bilir. Yəni, burada sinxron və asenxron, deməli, eyni təlim daxilində istifadə oluna bilir. Yəni, hibridə ondan da istifadə olur, bundan da. Deməli, alimlər müəyyən ediblər ki, sinxron və asenxron tədrislə canlı dərslərin kombin olunduğu dərslər daha əhəmiyyətlidir. Yəni, şagirdləri əvvəlcədən göndərilir. Hal-hazırda, məsəl üçün, yəni, bütün süni intellekt layihəsinə qoşulanlar var ki, artıq hər yerdə bu, məsələn, riyaziyyat, ingilis dili müəllimləri bu süni intellekt layihələrinə qoşulurlar və şagirdlərə ingilis dilini, riyaziyyatı bir çox siniflərdə süni intellektə əsaslanaraq keçirlər. Yəni, şagirdlərin hər biri qoşula bilərlər, müəllim izah edə bilir. Süni intellektdən də deməli, hər hansı bir izahları şagirdlər dinləyə bilərlər. Deməli, baxın, burada artıq nə baş verəcək? Asenxron, sinxron və canlı dərsin kombini olacaq. Deməli, burada mən özüm də maraqlanaraq baxmışam ki, baxın, öncədən şagirdlərə izahlar, materiallar göndərilir. Onlara tərs sinif modeli deyirlər də. Deməli, şagirdlər buna özləri də tanış olurlar. Sonra gəlib sinifdə onu müzakirə edirlər növbəti günü. Deməli, öncədən görürlər, sonra gəlirlər onu müzakirə edirlər, tapşırıq edirlər. Deməli, burada nəticədə şagird bir tərəfdən dərs materiallarını öz sürətinə uyğun işləyir. Bir tərəfdən də müəllimi sinif yoldaşları ilə canlı müzakirələr edərək işləyirlər. Ona görə də mövzu şagirdlər üçün aydın olur. Yəni, buna da hibrid dərs deyirlər. Dərsin bir hissəsi canlı, digər hissəsi isə onlayn. Hər iki modelin qarşısıdır, qarışıqlığıdır, kombin olunmuş dərslərdir, hibrid dərslər. Ona görə də müəllim əsas nə deyir? Təlim nəticələrini reallaşdırmır. Yəni, burada baxacaq onun sinifinə sinxron uyğundur, sinxron eləyəcək, asenxron uyğundur, asenxron eləyəcək, hibrid uyğundur, hibrid eləyəcək. Yəni, ikisinin qarşılığı ilə, canlı ilə, onlaynın qarşılığı ilə. Deməli, əsas məsələ nədir? Dərsini çevik planlaşdıra bilsin, dərsini çevik qura bilsin. Ona görə də əsas məsələ nədir? Təlim nəticələrinin reallaşmasıdır. Deməli, baxın, indi isə sorğu araşdırma əsaslı təlim modelini izah edəcəm. Deməli, biz, bəli, indi hal-hazırda asenxron, məsəl üçün, biz sinxron dərsdəyik, hal-hazırda biz sinxron dərsdəyik, met üzərindən dərs keçirik. Yəni, sinxron, siz hal-hazırda mənimlə onlayn qoşulmuşsunuz, hal-hazırda sinxron onlayn formasında iştirak edirik. Çünki hal-hazırda məni canlı olaraq dinləyirsiniz, yəni video izləmirsiniz, sonradan atılmış dərsi izləmirsiniz. Hal-hazırda sinxronun onlayn formasından istifadə edirsiniz. Amma indi mən
sabah bir sinif otağına yığsam, hansısa bir otağa yığsam, orada indi də canlı olaraq müzakirə etsəm, onda hibrid olacaq. Yəni artıq asenkronun, sinkronun qarışığı. Yəni şagird öncədən müəllim video göndərəcək, dinləyəcək, həm sinkron qoşulacaq, həm ondan sonra gəlib sinifdə müzakirə edəcək. Bunların hamısının qarışığı hibrid olacaq. Deməli, bəli, məsəl üçün qayda qrupuna atdığımız dərslər isə asenkrondur. Siz istədiyiniz vaxtlar onu girib oradan dinləyə bilirsiniz, izləyə bilirsiniz. Artıq o isə asenkrondur. Sənə uyğun vaxtda, uyğun videoda ola bilər, audioda ola bilər. Sən onu istənilən vaxtda girirsən, sənə əl çatandır. Ona görə də demək olar ki, mən sizə həm sinkrondan, həm asenkrondan istifadə edirəm. Deməli, yəqin ki, artıq fikrim sizə tam çatdı ki, artıq sinkronla asenkronu bir-birindən ayıra bilirsiniz və hibrid nədir? Ayıra bilirsiniz. Deməli, sorğu və baxın, deməli, əsas odur ki, belə deyək ki, bir dənə cümlə var ki, əsas mahiyyətini ortaya çıxartmaq lazımdır. Onu bilməlisən. Söz yığımını belə əzbərləməyə ehtiyacınız yoxdur. Deməli, baxın, sorğu və araşdırma əsaslı təlim modeli nədir? Baxın, məsəl üçün, neçə illər bundan əvvəl, məsəl üçün, 7 mərhələlər dərs modeli var idi. Deməli, 7 mərhələlər dərs modeli də var, 5 mərhələlər dərs modeli də var, 3 mərhələli dərs modeli də var. Amma hal-hazırda məktəblərdə demək olar ki, 3 mərhələlər dərs modelindən daha çox istifadə olunur. Amma illər öncə 7 mərhələli də var idi. İndi buna toxunacam sorğu və araşdırma əsaslı təlimə. Deməli, ona görə bu elə bir modeldir ki, şagirdlər öyrənmə prosesində sual vermək, fərzi irəli sürmək, araşdırma aparmaq, müşahidə etmək, bunların hamısı baş verir. Deməli, sorğu və araşdırma əsaslı təlim modelində əsasən burada öyrənmə prosesi kimi hansı komponentlər var? Yəni, burada şagirdlərin pasiv deyil, aktivliyi ön plandadır. Yəni, şagird bacarıqları aktivdir. Yəni, şagirdin burada əsas nəyi var? Yəni, yönləndirməlidir. Yəni, şagirdin fərziyyəni araşdırmasıdır və əsas məsələ budur. Deməli, bu nədən ibarətdir? Araşdırmadan, nəticədən və müzakirədən. Məsələn, əsas bu üç komponenti yadımızda saxlamalıyıq. Sorğu və araşdırma əsaslı təlim modelində araşdırma, nəticə və müzakirə. Deməli, burada şagirdlərin ən birinci yönləndirilmədir. Daha doğrusu dedək, motivasiya mərhələsidir. Biz şagirdləri dərsə cəlb edirik. Cəlb olunma mərhələsi, maraq oyatmaq. Yəni, biz birinci mərhələdə şagirdi necə cəlb edə bilərik? Onu biz şəkillə eləyərik, hekayədə danışa bilərik, tapmacada deyə bilərik, atalar sözdə deyə bilərik, musiqidə qoyarıq. Yəni, hər hansı bir əhvalatda danışarıq. Yəni, həyatdan olan bir hadisəni deyə bilərik, bir qəhrəman haqqında məlumat verə bilərik. Deməli, birinci biz nə edirik? Maraq oyatmalıyıq. Deməli, bunun da davamı olaraq araşdırmadır. Deməli, maraq oyadandan sonra biz o araşdırma da bilirsiniz nədir? Təlim nəticələrinin qoyulmasıdır. Yəni, lori dildə desək, yəni burada artıq irəli sürülən hər hansı bir fərziyyəyə cavab tapmaq üçün artıq şagirdin fəaliyyəti başlayır burada, araşdırma başlayır. Yəni, biz birinci mərhələdə o cəlb olunmada ona ipucu veririk də. Yəni, hər hansı bir təlim nəticəsi qoyuruq ki, onu araşdır. Artıq bu mərhələdə başlayır fəaliyyətə. Deməli, burada artıq şagird araşdırma aparır, detalları toplayır, analiz edir və bunun ardı olaraq, deməli, burada şagird topladığı məlumatları qarşı-qarşıya qoyur. Əvvəldən bildikləri nədir, indi axtardıqları nədir, artıq bunları qarşı-qarşıya qoyur. Sonra, deməli, bu qarşı-qarşıya qoyduğu nəticələri, əldə etdiyi nəticələri bunları başlayır təqdim etməyə, təqdim edəcək və artıq təqdim edəndən sonra əlbəttə ki, burada şagird artıq hər hansı bir nəticəni əldə edir, artıq müzakirələrdən buna araşdırmanı edir, yəni nəticəsini tapır və burada əsasən nədir? Baxın, burada
dərs boyu şagirdin fəallığıdır. Dərs boyu şagirdin aktivliyidir. Ona görə də burada əsasən deməli müəllimə verilən tapşırıqlar refleksiya olunması, şagirdin özünü qiymətləndirməsi, yəni bunlar vacib məqamlardan biridir. Deməli burada birinci mərhələ maraq oyatmaq idi. Maraq oyatmadan şagirdlərə suallar verir, dedim ki, müzakirələr olunur və əhvalatdır, hekayədir, tapmacadır, crossworddur, hər nəsə də. İkinci mərhələ araşdırma idi. Burada artıq şagird müəyyən fəaliyyət yerinə yetirir, müzakirə edir. Yəni müəyyən fəaliyyətin içərisində, tərkibində olur, sonra da neynədir? İzah edir. Şagirdlər əldə etdikləri bilikləri ümumiləşdirirlər və artıq bunu hansısa bir belə deyək ki, hadisələri, topladığı məlumatları qarşı-qarşıya qoyurlar və dördüncü mərhələ isə möhkəmləndirmə mərhələsidir ki, deməli burada artıq şagirdlər nümunələr təqdim edirlər. Deməli müəllimə burada müəllimin verdiyi nümunələri başlayırlar daha da genişləndirməyə, öyrəndikləri ilə bugün əldə etdiklərini bir-birinə müqayisə edirlər. Və axırıncı mərhələdə qiymətləndirmə mərhələsidir ki, şagird özünü burada refleksiya edir, yəni müəllim də şagirdi refleksiya edir və əldə olunan nəticə qiymətləndirilir. Deməli, əsas məsələ budur ki, burada təkcə eksperimental yol deyil, eyni zamanda mənbələr üzərindən də şagird araşdırma edə bilər. Hər hansı bir mənbələrə istinad edə bilər, olmayan resurslardan istinad edə bilər. Ona görə də bu daha çox təbiət fənlərində daha çox əladır. Yəni bu təbiət ümumiyyətlə humanitar fənlərdə daha maraqlı ola bilər. Sorğu və araşdırma əsaslı təlim modeli. Çünki dəqiq elmlərdə şagird nə qədər araşdırma aparacaq ki, daha çox humanitar fənlərdə. Deməli, bu modelin üstünlükləri nədən ibarətdir? Şagird üçün maraqlıdır, mənalıdır. Nəyə görə? Çünki özü araşdırır, özü axtarır. Deməli, birinci mərhələdə biz ondan maraq oyatdıq, sonra özləri araşdırdılar, sonra topladıqlarını qarşı-qarşıya qoydular, sonra təqdim etdilər, sonra da qiymətləndirmə apardılar. Və şagirdlər burada həyati bacarıq əldə etdilər. Sorğu və araşdırma əsaslı təlim modelinin əsas şagirdlərə verdiyi qazancı odur ki, şagirdə araşdırma qabiliyyəti, nəticə çıxarılma, müzakirə qabiliyyəti, həm də şagirdlərin həyati bacarıqları. Yəni şagird çünki sosiallaşır, komanda ilə işləyir, aktivləşir və burada ona görə də şagirdlər öyrəndiklərini uzunmüddətli yaddaşa köçürə bilirlər. Buna refleksiya deyilir. Yaxın müddətli yaddaşa, uzunmüddətli yaddaşa köçürə bilirlər. Çünki özləri praktik olaraq yerinə yetirirlər. Ona görə, yəni özü araşdırır. Ona görə də şagirdlərdə deməli tənqidi təfəkkür, yaradıcı təfəkkür, ünsiyyət bacarığı, problem həll etmə, qiymətləndirmə bacarıqları, ünsiyyət bacarıqları hamısı inkişaf edir. Sorğu və araşdırma əsaslı modeldə və əsasən burada şagirdlərə elə bir sual qoymaq lazımdır ki, maraq oyatmada şagird üçün dərs maraqlı olsun. Yəni araşdırma maraqlı olsun. Şagird onun ətrafında dərin düşünə bilsin də, tapmaca, konkret cavab olan bir şey olmasın və şagirdləri qruplaşdırmaq lazımdır. Hər qrupda güclü şagirdlər də olsun, orta şagirdlər də, zəif şagirdlər. Çünki bütün sinif müzakirədə iştirak edə bilsin və müəllim müzakirələri diqqətlə izləməlidir, zamanında səhvləri düzəltməlidir. Onların deməli informasiya toplaması üçün müəllim şagirdləri düzgün resurslara, etibarlı mənbələrə yönəltməlidir və əlbəttə ki, şagirdlərin öyrənməsini daha maraqlı etmək üçün şagirdlərə müxtəlif təcrübələr təklif etməlidir müəllim. Deməli, bizim sinxron və asinxron və hibrid dərsimiz haqqında izahımız bu qədər. Çox çətin deyil, yəni sadə, rahat bir dərsdir. Ümid edirəm ki, daha yaxşı öyrənməyə çalışacaqsınız.